Bugün mən sizə eroziyaların diaqnostikası üçün hansı müayinələrdən keçməliyik, bu haqda məlumat vermək istəyirəm. Eroziyaların diaqnostikası və onun xərçəngə çevirmə ehtimalının olub-olmadığını təyin etmək üçün ilkin müayinə olan kolposkopiya müayinəsidir. Kolposkopiya müayinəsi vasitəsilə biz eroziyanın xüsusiyyətini təyin edirik. Görünən qızartılı sahə eroziyadırmı, squamoz metaplaziyadırmı və yaxud da hər hansı bir xərçəngönü durumdurmu, bunun təyini üçün bizə kolposkopi aparatı kömək edəcək. Bu aparat böyüdücü aparatdır. Biz bu aparatla uşaqlı boynu böyüdürük. Baxırıq, su məhlullarla boyuyuruq və bu məhlullara toxmaların verdiyi reaksiya patoloji durumdan asılı olaraq fərqli olur və buna əsasən də uşaqlıq boyundakı dəyişiklikləri təyin edirik. Həmçinin uşaqlıq boyundan HPV analizini götürürük, pap test müayinəsini götürürük. Bəs hansı daha dəyərlidir? HPV mi, pap test mi? HPV müayinəsi eroziyanın gələcəkdə xərçəng olma ehtimalı olub-olmadığını təyin etmək üçün daha dəyərli müayinədir. Lakin bu müayinə bütün dünyada HPV və pap test müayinəsi birlikdə, ikisi birlikdə olaraq aparılır. Həmçinin kolposkopiya müayinəsi vasitəsilə biz eroziyanı tam dəqiq diferensiasiya edirik və eroziya müalicə olunmalıdırmı? Gördüyümüz qızartılı sahə müalicə olunmalı sahədirmi? Yoxsa nəzarətdə qalmalıdırmı? Bu haqda bütün bu müayinələrin nəticəsinə əsasən bir qərara gəlirik. Xəstəyə nəzarət mi edək xanımlarımıza, yoxsa xanımlarımıza müalicə taktikası təyin edək, müalicələr aparaq. Əgər sizdə də eroziya varsa və dəqiq bilmək istəyirsə, o zaman